Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Allahın salamı və salatı olsun Muhammedə və onun pak əhdi beytinə. Deməli, biz keçən dəfəki görüşlərdə təqlid haqqında bəhs elədik və kör-köranə təqlidi İslam dininin xurafi bir əməl olduğunu bildirdiyini bəyan elədik. İslam dini öz-özlüyündə təqlidin əleyhinə deyildir. Çünki təqlid özü sağlam fitrətin qəbul elədiyi bir məsələdir. Ancaq İslam dininin müxalif olduğu kör-köranə, heç bir elmi əsası olmayan və heç bir məntiqi əsas üzərində durmayan təqliddir. Yəni təqlidin özü öz-özlüyündə iki hissəyə bölünür. Birinci hissədə yer alan təqlid hansısa elm əsaslı bir təqliddir və ağıl sahiblərinin gündəlik həyatında icra elədikləri və ağıl sahiblərinin ictimai həyatının üzərində qurulduğu bir məsələdir. Necə ki, insan bir ünvanı, bir yeri tapmaq istəyəndə hər hansı bir şəxsdən soruşur, o insan da ona həmən ünvanı verir. O ünvanı verəndə, bu heç ondan soruşmadan, dəlil istəmədən ki, bu ünvanın yerini hardan bilirsən, hansı elmi əsasla bu yeri mənə bildirirsən, heç bir elmi əsası olmadan ondan təqlid edir. Və yaxud da hər hansı bir xəstə bir həkimə müraciət eləyəndə, bu həkim ona hansı bir məsələni deyəndə, hansı onun xəstəliyi haqqında bir mövzunu başa salanda və onun xəstəliyinin müalicəsi üçün ona müalicə olmaq üçün bir dənə müəyyən ona məlumatlar verəndə, bəzi dərmanların qəbul etməsini ona başa salanda, bu heç o həkimdən bunun elmi əsasını soruşmadan o dərmanları qəbul eləyir və onun həkimin göstərişlərinə də sözsüz əməl edir. Bunun özü də bir təqliddir. Ancaq bu təqlid ağıl sahiblərinin qəbul elədiyi və elm əsasında qurulan bir təqliddir. Bu təqlidin özünün elmi mənbə və əsası vardır. Və o elmi mənbə əsas da bundan ibarətdir ki, o insan bu həkimin bu sahədə söz sahibi olduğuna və bu həkimin bu sahədə daha yaxşı məlumata, daha yaxşı biliyə malik olduğuna əmin olur, elmi vardır. Yəni, kör-köranə təqlid, həkimin sözündən sözsüz tabi olmaq, həkimin elmliliyinə olan elm üzərində qurulmuşdur. Bu da son nəticədə, bu da öz-özlüyündə bu təqlidin elmi bir əsaslı olduğunu üzə çıxardır, yəni aydın edir. Ona görə də bu təqlidin öz-özlüyündə heç bir qəbahəti yoxdur. Necə ki, bu təqlidi gündəlik həyatımızda bizlər icra edirik və insan cəmiyyəti də bu təqlid əsasında öz həyatını davam etdirməkdədir. Bu təqlid sağlam insan fitrətinin qəbul elədiyi və təsdiqlədiyi bir məsələdir. Bu təqlid üzərində insan həyatı qurulmuşdur. Yəni, təsəvvür edin, əgər bu cür bir təqlid olmasa, heç bir insan digər bir insanın sözünü heç bir özünün o məsələyə elmi əsas tapmadıqca qəbul etməsə, onda heç bir xəstə gərək heç bir həkimə müraciət eləməsin. Bir insan öz evini tikən zaman heç bir mühəndisin sözünə diqqət eləməsin. Hər hansı bir insan hansı bir din aliminin sözünü gərək qəbul eləməsin. Yəni, bu təqlid əgər insan həyatından qalxsa, bu insanların ictimaiyyətinin məhv olmağına və insanların həyatının dağılmağına gətirib çıxardar. Ona görə bu təqlid cəmiyyətdə lazım olan zəruri bir məsələlərdəndir ki, bunu həm insan ağlı və insanın sağlam fitrəti də təsdiqləyir. Bu da ona görə təsdiqləndir ki, bu təqlidin özü də sırf təqlid deyildir. Bu təqlidin özü də sırf elmsizlikdən qaynaqlanan bir məsələ deyildir. Bu təqlidin bir cəhətdən elmsizlik, kör-köranəlik olmağına baxmayaraq, digər tərəfdən elmi əsası vardır. Digər tərəfdən elm üzərində qurulmuşdur. Necə ki, insanların ilahi peyğəmbərlərin qabağında tutduğu mövqe də bunlara misal ola bilər. Yəni, Allah rəsulları gəlib bizə hansı bir məsələni başa salanda, bəzi etiqadi məsələləri
insanların ağlının qəbul edəcəyi məsələləri onlara elmi əsaslar olduğuna görə onları başa salmışlar. Ancaq bəzi təəbbüdü məsələlər, yəni bəzi ibadi məsələlərin dərk edilməsi insan ağlının həddindən xaricdə olduğuna görə o ibadi məsələləri insanlara izah eləməmiş, onların səbəbini və vacib olma səbəblərini insanlara başa salmamışdır. İnsanlardan sırf bu işlər qabağında tabi olmağı istəmişlər. Bu təqlidin özü də son nəticədə sırf kör-körənəlik deyildir, sırf elmsizlik deyildir. Çünki hər hansı bir şəxs əgər bir peyğəmbərdən tabi olursa, hər hansı bir cəmiyyət, hansısa bir ilahi peyğəmbərin və ilahi bir rəsulun göstərişlərindən sözsüz tabi olursa, bu tabiçilik onun və o cəmiyyətin bu peyğəmbərin ismətinə, günahsızlığına və Allahla rabitəsinə olan və sözlərində heç vaxt səhv deməyəcəyinə olan elmindən və etiqadından irəli gəlir. Yəni son nəticədə peyğəmbərlərdən sözsüz tabiçilik də öz-özlüyündə belə deyək, yəni 100%-li kör-körənə təqliddən və kör-körənə elmsiz tabiçilik göstərməkdən qaynaqlanmır. Bunun elmi əsası vardır və elmi əsasını olduğuna görə də bu cür təqlidi insan cəmiyyətləri qəbul eləmiş, ağıl sahibləri bu məsələləri qəbul eləmiş və Qurani-Kərim də bu məsələni bəyan eləmiş, bu məsələni qəbul eləmiş və bu təqlidin də icazəli olduğunu bildirmişdir. İkinci yerdə yer tutan təqlid isə heç bir elmi əsası olmadan, sırf kör-körənəçilikdən və sırf elmsizlikdən və cəhalətdən və səfsətədən ibarət olan tabiçilikdir. Bu növ tabiçilik və kör-körənəliyi İslam dini qətiyyən qəbul etməmiş və bu cür kör-körənəliklə mübarizə aparmışdı. Keçmiş ümmətlərin də mübtəla olduqları böyük bəlalardan biri də və mübtəla olduqları böyük xurafatlardan biri də elə bu məsələ olmuşdur. Necə ki, biz keçmiş bəhslərdə bunun üzərində geniş, uzun-uzadı durduq. Qövmlər Allah rəsullarının müqabilində onların sözlərindən tabi olmaq əvəzinə onlara buyururdular ki, onlara bildirirdilər ki, sizin bizə gətirdiyiniz bu məsələlər, bu hökmlər hamısı bizim şəriətdə yoxdur. Bizim şəriətdə olmadığına görə, bizim bütpərəstlik dinimizdə, ayinimizdə bu məsələlər olmadığına görə, tək Allahlıq olmadığına görə sizin sözlərinizi biz qəbul eləməyəcəyik və sizin bu sözləriniz bizim ayinlərdə yoxdur və biz də ata-babalarımızı, əcdadlarımızı bu ayinlər və bu məsələlər üzərində görmüşük. Onları bu məsələləri icra eləyən görmüşük. Ona görə də bizlər ata-babalarımızın yolu ilə gedəcəyik. Və İslam dini bu cür xurafatla kəskin surətdə mübarizə aparmış və daha bir daha bunları təkrarlamayacaq, çünki keçən bəslərdə bunların üzərində geniş durduq. Yəni bu cür təqlidi, hansı ki keçmiş peyğəmbərlərin ümmətləri də bu təqlidə əsas həyatlarında geniş yer vermişlər. Bu təqlidi İslam dini məzəmmətləyir, bu təqlidi İslam dini qəbul eləmir və bu təqlid insan cəmiyyətini məhv eləyən, insan cəmiyyətini söküb dağıdan təqliddir. Hədislərimizdə bu cür təqlidə kəskin surətdə etirazlar bildirilmiş, Qurani-Kərim ayələri bu cür təqlidi qəbul eləməmişdir, bu cür təqlidi elmsizlik və cəhalətdən ibarət olduğunu bildirmişdir. Bir neçə ayəni də bu barədə sizin nəzərinizə çatdırmaq istəyirəm. Allah Teala buyurur Əhqaf surəsinin 4-cü ayəsində. Burada bu ayədə Allah Teala Qurani-Kərimdə peyğəmbərlərin sözlərini nəql eləyir. Buyurur: "İtuni bi kitabin min qabl hadha aw asaratan min ilmin in kuntum sadiqin." Əgər düz deyirsinizsə, yəni əgər bu xurafi məsələvizdə, bu sözünüzdə düzsünüzsə, əgər ata-babalarınız bu sizə gətirdiyiniz ayinlərin elmi əsaslı olduğunu, yəni sizə bildiriblərsə və yaxud da sizlər bunu elmi əsaslı bilirsinizsə, onda gərək iki mənbədə bu sizin sözlərinizin təsdiqi tapılsın. Biri, ilahi vəhlə rabitəsi olan bir kitabda, ikincisi isə elmi əsaslı, ağlın qəbul elədiyi, hər hansı bir söykənəcəyi olan bir məsələdir. Yəni ağlı bir məsələyə söykənməlidir sizin bu yəni sözləriniz. Yəni sizin sözlərinizin iki əsası olmalıdır. Biri
ilahi bir kitabda sözün təsdiqi tapılmalıdır. Digəri də ağlı və elmi bir əsası olmalıdır. İslam dininin xurafatla və təqlidin qabağında tutduğu mövqeyini göstərir bu ayə. Bir neçə hədisi də sizin diqqətinizə çatdırmaq istəyirəm. Bu hədisdə də təqlidi, bu ikinci dərəcəli olan təqlidi, yəni bir də bunu bildirmək istəyirik ki, burada ikinci dərəcəli təqlid, yəni məzəmmətlənir. Elmi əsası olan və elm üzərində qurulmuş təqlid burada məzəmmətlənmir. Çünki burada birinci növ təqlid, hansı ki, dedi, insan cəmiyyətinin qəbul elədiyi təqlidin elmi əsası vardır. Əsarətin min ilmin, yəni elmi bir kökü ağlın qəbul elədiyi bir mənbə üzərində qurulmuşdur. Digər tərəfdən də Allah Taala'nın kitabında, Qurani-Kərimdə də bu birinci növ təqlid öz yerini tapmışdır və bu birinci növ təqlidə İslam dini Qurani-Kərimdə bildirdiyi kimi icazə verilmişdir. Ona görə birinci növ təqliddən burada bəhs getmir. Əsas məzəmmət olunan ikinci növ təqliddir. Bu barədə bir neçə dənə hədisi diqqətinizə çatdırmaq istəyirəm. Birinci hədis İmam Sadiq əleyhissalamdandır. Ravi buyurur, İmam Sadiq əleyhissalam mənə belə buyurdu. Buyurdu ki, səni iki şeydən çəkindirirəm. Biri öz rəyin əsasında fətva verməkdən, ikincisi isə bilmədiyin, elmi olmadığın şeyin əsasında danışmaqdan. Və həlak olanlar bu iki şey əsasında, bu iki şeyə görə həlak olmuşlar. Birincisi öz rəyin əsasında fətva vermək, ikincisi isə elmin və hansı bir elmin olmadığı bir məsələnin arxasınca düşmək və bilmədiyin hansı bir məsələni qəbul eləmək. Yəni, burada elmi əsası olmadan hansı bir məsələni qəbul eləmək ikinci növ təqlidin məzəmmət olunmasına işarədir. Digər bir hədisdə buyurulur. Bu hədis Mizanül Hikmədə yer almışdır. Hədisdə buyurulur, elmsiz və bəsirətsiz əməl edən, hədəfinə gedən yolunu əyri gedən bir şəxs kimidir. Bu insan nə qədər yolunu getsə də belə, öz hədəfinə yaxınlaşmaq yerinə hədəfindən uzaqlaşacaqdır. Çünki ilk başlanğıcda hədəfindən zərrə qədər ayrılan bir şəxs, hədəfinə yaxınlaşmaq yerinə daha da irəli getdikcə, daha da gedişini artırdıqca bu hədəfindən uzaqlaşacaqdır. Nəinki hədəfinə yaxınlaşacaqdır. Yəni, elmsiz, bəsirətsiz, kör-köranə, heç bir elmi əsası olmadan təqlid eləmək insanın bu cür uçuruma, insanı bu cür məhvə gətirib çıxardırdır. Digər bir hədisdə isə bu cür buyurur. Hər kəs insanlardan təqlid ilə dinə gəlsə, təqlid ilə də ondan çıxacaqdır. Və hər kəs bu dinə kitab və sünnət ilə gəlsə, yəni Allah Rəsulunun və onun pak əhl-i beytinin sünnəti ilə bu dinə gəlsə, o insan dağlar yerində qaldığı qədər dinində qalacaqdır və heç bir halda, heç bir şəraitdə dinindən xaric olmayacaqdır. Deməli, təqlidlə dinə gəlmək, heç bir əsası olmadan, heç bir ilahi söykənəcəyi olmadan, elmi söykənəcəyi olmadan təqlid eləmək, kör-köranə hər hansı bir məsələni qəbul eləmək və bu kör-köranəlik əsasında dinə gəlmək insanın dindarlığına böyük zərbə vurur və insanın dinə gəlib dindar olmaq əvəzinə dindən çıxmasına gətirib çıxardacaqdır. Yəni, bu cür kör-köranəlik insanın dini həyatını da məhv edir və onun tez bir zamanda, yəni süst bir etiqadı əsasında dinini qurduğuna görə tez bir zamanda dindən çıxmasına da gətirib çıxardacaqdır. Digər bir hədisdə də bu cür buyurulur. Hər kəs dinini Allah və kitabı ilə tanısa, dağlar yerindən tərpənər, ancaq onun əqidəsindən zəiflik yaranmaz. Və hər kəs nadanlıq ilə bir işə girişsə, nadanlıq ilə də ondan xaric olar. Bu hədisdə Mizanül Hikmədə yer alır. Yəni, deməli, nadanlıq əsasında dinə gəlmək, nadanlıq əsasında hər hansı bir məsələni qəbulləmək, hər hansı bir məsələyə etiqad bəsləmək, insanın o məsələdə süst etiqadı olduğuna görə, o məsələdən süst etiqadla qəbul elədiyinə görə tez bir zamanda da o məsələdən əl çəkəcəyinə hədis işarə eləməkdədir. Deməli,
İnsan hər hansı bir məsələni elm əsasında qəbul eləməlidir, elmi bir əsasla dinə gəlməlidir. İstər ictimai həyatında, istər öz həyatının digər sahələrində, istər dini həyatında insan elm əsasında hərəkət eləməlidir. Və əgər təqlid eləsə də, birinci növ təqliddən qaynaqlanan təqlidi icra eləməlidir. Yəni, hansı bir elmi əsaslanan və elmi kökü olan məsələn, elmi kökü olan təqlidi icra eləməlidir. Nəinki heç bir elmi əsas olmadan təqlidi icra eləməlidir. Quran-ı Kərimdə bu məsələyə işarə edən digər bir ayə də vardır. Bu ayə Sıra surəsinin 36-cı ayəsidir. Bu ayəni sizin nəzərinizə çatdırmaq istəyirəm. Buyurulur: وَلَا تَقْفُ مَا لَيْسَ لَكَ بِهِ عِلْمٌ إِنَّ السَّمْعَ وَالْبَصَرَ وَالْفُؤَادَ كُلُّ أُولَٰئِكَ كَانَ عَنْهُ مَسْئُولًا. Ayənin mənası bundan ibarətdir. Ayə buyurur ki, hər hansı bir elmi əsası olmadan bir məsələni qəbul eləmə, bir işin arxasınca düşmə. Çünki göz, qulaq, insanın qəlbi bütün bu etiqad bəslədiyindən sorğu-suala çəkiləcəklər. Bu ayə dediyimiz mövzuya işarə edən ən gözəl ayələrdəndir. Dediyimiz mövzunu tam bütün nöqtələri ilə çatdırır və işıqlandırır. Ayə heç bir qeydsiz və şərtsiz olaraq elmsiz tabiçiliyi nəfi eləmişdir, qadağan eləmişdir. Buna görə də elmsiz tabiçiliyi göstərmək həm etiqadi məsələlərdə, həm də əməli məsələlərdə ayənin bildirildiyinə görə, ayənin göstərildiyinə görə qəbahətli sayılmışdır. Yəni, hər bir insan əgər hansısa bir etiqadi məsələni qəbul edirsə, onun elmi əsasının olduğunu biləndən sonra qəbul eləməlidir. Yəni, kör-köranə etiqadi məsələlərdə qəbul eləmə yoxdur. Yəni, bəsirətsiz və heç bir yəqinliksiz etiqadi məsələlərdə təqlid icazəli deyil. Əməli məsələlərdə də, yəni buyurduğumuz kimi, yəni hansı bir alimin sözündən təqlid eləmək, bunun özü bu ayənin şamil olduğu və qadağan elədiyi təqlidə aid olmur. Çünki hər hansı bir alimin sözündən təqlid eləmək də sırf elmsiz əməl etməyə aid olmur. Çünki bu cür təqlidin özü də elm əsasında qurulmuşdur. Necə ki, xəstənin bir həkimə, təbibə müraciət edərək onun göstərişlərinə sözsüz riayət eləməsi də sırf kör-köranə təqlid deyildir. Çünki bu təqlidin, yəni bu həkimin göstərişlərinə sözsüz əməl eləmək də elmin üzərində qurulur. Həkimin bu sahədə elmli olmağına olan elmdən irəli gəlir. Ona görə də bu cür təqlid ayənin qadağan elədiyi və qəbahətli bildiyi təqlidin içərisində yer almır. Ayə buyurur: hər hansı bir məsələdə, istər etiqadi məsələ olsun, istər əməli bir məsələ olsun, onun hamısı elm əsasında olmalıdır. Və əgər sənin ona elmin yoxdursa və əgər sənin ona heç bir elmi dəlilin yoxdursa, o məsələni səni qəbul eləməyin icazəli deyildir. Çünki əgər belə bir məsələləri sən qəbul eləsən, istər etiqadi sahədə, istər əməli bir sahədə, yəni əməli sahədə səlahiyyəti olmayan hansısa bir insandan söz eşitsən və ondan tabi olsan, onda bunu bil ki, ayənin axırı buyurur: İnnəs-səmə vəl-basara vəl-fuadu kullu uləykə kana anhu məs'ulən. Çünki axirətdə qulaq, göz, insanın qəlbin bütün bu etiqad bəslədiyindən sorğu-suala çəkiləcək. Yəni, gözdən soruşulacaq ki, sən elmi bir mövzulara diqqət eləmisən, elmi mövzuları, elmi əsaslı bir mövzuları qəbul eləmək üçün hansı elmi məsələlərə diqqət eləmisən, yoxsa cəhalət və nadanlıq məsələlərinə diqqət eləmisən, qəlbin hansı məsələləri qəbul eləyib, elmi məsələləri qəbul eləyib, yoxsa cəhalət və nadanlıqdan qaynaqlanan və nadanlıq və cəhalət üzərində qurulmuş məsələlərə etiqad bəsləmisən. Qulaqdan da eyni zamanda soruşulacaq: sən elmi əsaslı mövzuları dinləmisən, yoxsa cəhalət və nadanlıqdan qaynaqlanan məsələlərə sən qulaq asmısan. Yəni, bütün bədən üzvləri etiqad bəslədiyi məsələlər, qəbul elədiyi məsələlərdən sorğu-suala çəkiləcək. Əgər elmi əsaslı olublarsa, onlar, yəni Allah yanında qəbul olunacaq. Əgər elmi əsaslı olmayıblarsa, bütün bunları hesab gözləyir. Ona görə də bu ayənin göstərişinə görə insan gərək bütün əməlində, bütün
işlərində elmi bir əsası, elmi bir kökə söykənsin. Elmi əsası olmasa, həmən məsələni gərək qəbul eləməsin. İstər etiqadi məsələdir, istər əməlli məsələdir. Bugünkü görüşümüz bu qədər, bugünkü verilişimiz başa çatdı. İnşallah gələn verilişlərimizdə yenə də Quran-ı Kərimdə elm mövzusuna diqqətinizi çəkəcəyik və bu barədə daha başqa məsələləri də işıqlandıracağıq. Allah amanında. Əssalamu aleykum və rəhmətullahi və barakatuhu. اللهم صل على محمد وآل محمد اللهم صل